Videonun boşluğu geldiği kuram. Bugün dövr operatorlarını keçirik. Dövr operatorları nədir? Bir şey üzərində fırlanmaq, həmin şeyləri təkrarlayıb göstərmək üçün istifadə olunur. Məsəl üçün, gəlib bizdən belə bir şey yaradıram, for. Gələm ikinciyə daxil olurum. Birinci foru keçəcəyik. Forun strukturu. Gəldik bura. Məsələn, bir dənə dəyişən yaradırız həmişə. Məsələn, let A bərabərdir F falan. Forun strukturu belə. Üç dənə burada struktur var. Məsələn, birincisi sol tərəf, ən birincisi. Burada dəyişən yaradılır. İkincidə şərt yazılır. Getməz. İkincidə şərt yazılır bu hissədə. Burada şərt yazılır. Burada isə proses yazılır. Burada isə cavab yazılır. Məsəl üçün, bu necə olacaq? Bunu silir. Deyirəm ki, 1-dən 10-a qədər ədədləri gəl göstər. Gəl bir dənə for yazıram. Mötərizəni açıram. 1-dən 10-a qədər. Bir dənə dəyişən yaradıram. Let i. Həmişə for yazanda dəyişənin adı i ilə verilir. İkincisi j ilə verilir. Üçüncüsü k ilə verilir. Əgər şeydir, iç-içə atsaz forları. Let i bərabərdir 1. Yəni A, B, C ilə yazsa da fərqi yoxdur. Prosta ümumiyyətlə. Let bir dənə dəyişən yapdım. I bərabərdir 1. Sonra deyirəm ki, 1-dən 10-a qədər. Gəlib yazıram ki, i kiçikdirsə 10-dan. Burada vergül yox, da vergül olur. Hə. I kiçikdirsə 10-dan. Onda gəl i-ni atdır. Gəldim burada da konsolda i-ni göstərirəm. Gəlib baxıram. İndi işləməsini göstərəcəm. Tamam, buranı yenilədim, error getdi. Все. 1-dən 10-a qədər ədədləri göstərdim. Bu necə işləyir? Gəlirəm bura. Bir dənə debugger tuturam. Bunu göstərəcəm. Nədir? Gəldim bura. Tamam. Debugger nədir? Kodun sıralama işləməsini göstərir. Bundan sonra dəyişdik, bundan sonra dəyişdik, onu göstərir. Bunu debuggerdan yoxlaya bilirik. Errorlar çıxanda da debugger atırıq, onu yoxlayırıq. Məsəl üçün, gəldim bura debugger atdım. Kodun işləmə məntiqini görəcəyik. Keçdik bura. Bu niyə belə elədi? Tamam. Gəldik bura, konsolda 1-i yazdı. i nədir? 1. Keçdi yuxarı. i-ni bir vahid artırdı. i++ nə idi? Bir vahid artırmaq. 2 oldu. Keçir sola. 2 ondan kiçikdir. Şərt turu çıxdısa, düşür konsola. Konsola 2-ni yazdı. Təzədən qalxır yuxarı sağa. 2-nin üstünə bir vahid gəldi. 3 oldu. Keçir sola. 3 ondan kiçikdir. Cavab turu. Gəldi konsola 3-də yazdı. 3-də. Keçdi təzədən 2-nin üstünə bir vahid gəldi. Bu təkrarlanır 10-a kimi. Gəlir. Axırda 10 çıxanda 10 ondan kiçikdir. Yox, cavab false-sa yox. Proqram dayanır. Bura kimi aydındır. Bir də əsas bilməli olduğumuz forun yazılış strukturu. Birinci dəyişən yaradılır, ikinci şərt yazılır, üçüncü proses yaradılır. Məsəl üçün, burada indi bir şey göstərmək istəyirəm. Sonsuza girir. Bu necə olur? Belə. Gəlirəm buranı yeniləyirəm. Buranı keçirəm konsola. Hə. Class 1 yazıram. O sonsuza keçir. Girdi. Debug istəyir. Hə. Girdi sonsuz dövrə. Bu nə deməkdir? Yəni bunu gördünüz artıq buradan X-a vurum təzədən gəlin open ediniz, live server edin. Hər görə sonsuz dövrə girdi. Buna X vururam. Bu RAM-a yüklənir. Axırda dayanır. Sürüdə gözü göy ekran gəlir. Yəni bunu burax axıra kimi keçəcək.
Bunu x vururam. Nəyə görə? Orada sonsuz dövrə girdi. Ancaq 1 göstərir. Gəlin bura. Nəyə görə? Let i bərabərdir 1. Düzdür. İ'ni gəldi konsolda yazdı. Düzdür. Gəlir sonra i üstəgəl 1. Bu düzgün kod yazılışı deyil. Yəni i'ni 1 vahid artıra bilmir. i'ni 1 vahid artırmaq üçün i++ yazmalısın. Ona görə ancaq gəlib konsolda 1-i yoxlayır ki, ondan kiçikdir. Hə, saat turu gəldi konsolda 1 yazdı. Təzədən qalxır yenə 1 olur. Biri gəlib konsola yoxlayır, ondan kiçikdir. Bu sonsuz dövrə girəmişə. 1 ondan kiçikdir, 1 ondan kiçikdir. Ona görə gəlib sonsuz dövrə girir. Bura kimi də aydındır. Bunu buradan silirəm. Tamam. Aslında istəyirəm ki, ondan 1-ə kimi ədədləri göstərim. Necə göstərirəm sizin fikrinizə? 1-dən 10-a yox, ondan 1-ə. Fikirləşmək. O 1-dən 10-a dedimsə, gəldim dəyişəni 1 ilə yaratdım. Deyirəm 10-dan 1-ə. Onda gəlib dəyişəni 10 yaradaram. 10-dan 1-ə. Bura gəlib 10 yazıram. Burada deyirəm ki, i böyükdürsə 1-dən, onda burada olacaq. Belə. Cəb bax. Mən bir şey yazmanda sonsuz böyle yazıyor. Həmişə yazanda, avtomatik yazılan kimi orada kod işləyir və yoxsa sonsuz dövrə girir. Ona görə gəlin tərsinə otomatizasiya verir. Gəlib baxıram, ondan 1-ə kimi ədədləri göstərir. Bura şimdi aydındır. Tamam. Mən istəyirəm ki, ondan 1-ə kimi ədədlər arasında cüt ədədləri göstərim. Gəlib yəni forun içində if yaza bilərəm. Onda yazıram ki, if i'ni böləndə 2-yə qalıb 0-dırsa, onda gəl konsolda i'ni göstər. Gəlib baxıram, ancaq cüt ədədləri göstərir. Tamam. Keçik əvreylərə, for əvreylərdə necə işləyir? For demək bir şeyin içində döngü fırlanmaqdır. Gəldim bir dənə əvrey yaradıram. Select colors bərabər bir dənə əvrey yaratmış. Red, məsəl üçün, black, orange, green. Bunun içində fordan fırlanmaq üçün. Gəlirəm, düşdüm aşağı. Bir dənə for yaradıram. Let i bərabərdir 0 yazıram. 0 nəyə görə? Əvreyli indekslər neçədən başlayır? 0-dan, 10 görə 0-lərdən. Nöqtə vergülü qoydum. Deyirəm ki, i sildirsə, ərreyin içinə fırlanacamsa, ərreyin uzunluğunun içinə fırlanacam, düzdür? Onda yazıram color nöqtə length. Daha sonra nöqtə vergül qoyuram. i++. Düşdüm aşağı. Gəlib mən konsolda i-ni göstərsəm, bir şey görəcəm. Baxıram ki, indekslərini göstərəcək. Elementlərin durduğu yerə indeksləri. 0, 1, 2, 3. Mən istəyirəm ki, özlərini göstərim. Fırlanıb içindəki ərreyin elementlərin üzərini göstərim. Onu gəlib yazıram ki, colors'ın iyisi. Belə yazıram. Baxıram, artıq həmin elementləri göstərdi. Bu da aydındır. Tamam. Bu for haqqında məlumat praktiklərinə daha da şey yəni, gizlənəcək. Dövr operatorlarının birincisi foru. Başqa bir şey göstərmək istəyirəm. Məsəl üçün, for bərabərdir 1. Bir kiçikdirsə ondan bir plus. Gəldim konsolda, məsəl üçün, bir şey yox, üçün işləyəcək. İyini göstərdim. Sizə görəm, bir dənə for açdım. Let z bərabərdir 1. J kiçikdirsə ondan J++. Konsolda
Bir bölünsün 2. Bu vurma ədədləridir. Birdən 10-a qədər ədədlərin hamısının vurma cədvəli. Məsələn, gəlsən biri 1-ə vursan, biri 2-yə, bu birin vurma cədvəli. Sonra keçdik, bu nə göstərməkdə o satmada. Tamam. Birdən 10-a qədər ədədlərin hasilidir. O zaman birin vurma cədvəli, 2-nin vurma cədvəli, 3-ün vurma cədvəli, 4-ün vurma cədvəli, yəni hamısı sırayla verilir. Bu nədir? Forun içində for yazmaq. Və yaxud dedim, sizə for yazanda ikinci yazılan forun dəyişən adı Jane olacaq. Biraz çətin gələ bilər, praktikana yapılacaq. Bu birinci dövr operatorlarından idi. İkincisi while'dır. Gəlib mən while yazsam, enterə basıram. While-da necə olur? Birinci şərt yazılır, daha sonra proses işləyir. Bu necə olur? Yenə istəyirəm birdən ona qədər ədədləri göstərim. While-da dəyişən çöldə yaradılır. Gəlib let i bərabərdir 1 yazıram. Birdən ona qədər ədədləri göstərəcəm. Sonra düşürəm aşağı. Deyirəm ki, while növbədən açdım. I kiçikdirsə ondan, gəl konsolda i-ni göstər. Daha sonra isə i-ni plus-plusıdır. Gəl baxıram. Onu yazanda yenə gedir. Gəldik bura. Birdən 10-a qədər ədədləri göstərdim. While. While-da struktur biraz başqadır, for-dan fərqli olaraq. Dəyişən çöldə yaradılır. While-in içində şərt yazılır. Qalan proses buradadır. Bir dənə strukturu öyrənsəz su. Eyni qaydada cüt ədədləri, tək ədədləri gəlib burada məsələn göstərə bilərəm. I faiz 2 bərabərcə 0 götürdükləri göstərir. Bu while haqqında bir dənə yad saxlayın ki, while-da birinci şərt oxunur, daha sonra proses yazılır. Bir də var do while, indi fərqlərini göstərəcəm. Do while-da yenə birdən o qədər göstərmək istəyirəm. Yenə gəlib yazıram. Let i bərabər 1. Sonra gəlib birdən do. Konsolda i-ni göstər. i-ni 1 faiz artır. Nə zaman? While-ı burada yazıram. I ondan kiçikdirsə. Do while-da şərti oxumadan hər ilk dəfə birinci proses nədirsə onu işlədir konsolda. Daha sonra keçir şərtə. Şərt ödənməsi artıq çıxır strukturdan. Bu nə deməkdir? Gəldim bura. Yenə bax, birdən 9 ədədləri göstərdim. Yəni, burada şərt ödənməsə belə, cavab false çıxsa belə, i nədir? 1. While gəlib, do while-dən gəlib o 1 yazılacaq. Söhbət odur. Yəni, while-la do while-ın fərqi budur. Fərqini necə göstərə bilərik? Gəldik bura. Let i bərabərdir 5. Düşdüm aşağı. While i bərabərdirsə 5-ə, gəl konsolda i-ni göstər. Keçdi sonsuz dövrə, çünki i plus-plus'ı yazmamış. I plus gəlirəm təzdən qoduram. 5-i yazdı while'da. Nəyə görə? Gəldim bura. Dəyişənin 5-dir, gəldi şərti yoxladı. 5 5-ə bərabərdir, tilsə dəyər cəhətdən. Düz. Konsolda 5-i yazdı. Всё, kod işlədi. Gəlirəm bura. Yazdım. Düşdüm aşağı. Konsolda gəlirəm, yazıram ki, i. Daha sonra i-ni artırıram. Gəlirəm while'da yazıram ki, i bərabər deyilsə 5-ə. Gəl baxın. Yeniləyirəm. Nerede bu yazana belə olsun?
Ha, konforlu. Evet. Sorry. Ya bu sonsuz öğreti. Geldim bunu dayandım. Bilin sonsuz öğreti. Teşekkür ederim. Böyle diyeyim de bir tane yatırımın içeri bayradan bu bayrağın fərqinə. Bir dənə dəyişən yaradırsınız. Gələcəksiniz bayrağına şərt yazırsınız. Şərtin içindəki proses, yəni şərt ödənməsə, cavab kod çıxsa, kod işləməyəcək, error verəcək. Do while-dan gəlib bir dənə dəyişən yaradırsınız. Birinci proses olur, sonra şərt olur do while-da, düzdür? Birinci burada prosesdir, sonra gəlib burada şərt yazılır. Do while-da şərti oxumadan kod belə gedir də aşağı, düzdür, yuxarıdan aşağı. Birinci gəlib prosesi eləyir. Proses nə məsələn i-ni yaz. i-ni yazır, daha sonra gəlib şərti oxuyur. Şərt pozulsa artıq kod dayanır. Amma bir dəfə olsa belə, yəni o kodu yazır, işlədir. While-la do while-ın fərqi budur. Bir dənə əsas bunu satır. Yatdı. Bura belə. Sən baxın buradan başqa. Bunları atacağım yenə oxuyarsınız. Opslar atmışdım da əvvəlcədən. Düzdür. Evet, portfolyo, evet, bunlar çərçivəli, evet, boy. Bunları göstərməm ki, təkərlərlər, onları dərk göstərdim. Bunlar heç, boy, heç. Bunlar da heç. Bunlar da heç. Çok hoşuma geldi bu şey. Bu kadar. Bir tane şeyler de göstermek istiyorum. Canvas function keseceğim. Hı hı. Tamam, soru yarattı ama burada bir pratik bir bir isim ise onunla ilk basılar. Geldim en solda yeni gösterdiğim yok. İlk yazdım. Bir beraberdirsə 5'e en solda yeni göster. Sonra bizi buraya kapatın. Ve bak. Bakalım bir de. Hı. Eee, bir dənə dəyişən yaratdım. Birlə 10 arası ədədləri axtarıram, düzdür? Gəlib ilkinə yazıram ki, 5 5-ə bərabərdirsə, kodu dayandır. Gəlib konsolda bir dənə 5-i göstərir. Break nədirsə, məsələn, cavabı tapdısa, digərlərini atır, lazım olan cavabı göstərir. Bir də var continue, continue keçməmiş. Continue. Bu neyini?
Düz işleme daxil. Mən bu uzanacaq məbləğim